Hər birinizi salamlayıram, kanalımıza, videomuza xoş gəlmişsiniz. Başlıqda gördüyünüz kimi bugün bir balaca problem adlı film çəkiblər. Dağlarda gəzən oğlan Royal deyim, sonra Sevər var, yəqin ki tanıyırsınız. Balaca boylar, yəni bir də ki paltar reklam eləyən, yəni paltar satan belə deyim, İlyas var. İlyas Express gedir TikTokda adı, yəqin ki tanıyırsınız. 1 milyona yaxın takipçisi var. Film çəkiblər, adını da bir balaca problem qoyublar. Ona reaksiya verəcəm. Like atın, abunə olun. Biz də çox uzatmadan keçirik videoya. Hər birinizə xoş izləmələr. Bu səri həqiqətən də kanalımıza abunə olmağınız şərtli 5000 abunəyə doğru gedirik. Çox az bir sayı qalıb. İlyas Express təqdim edir. Bir balaca problem. Həqiqətən də balaca bir problemdir. Aha. Gəlirlər, balaca boylar gəlirlər. Mağazini gəldilər deyəsən. Ay yıxılarsın. Oy, öyle bildim yıxılacaq abi dəqiqə. Ay Allah ne geçeydiler. Onlar Bu da reklamçı xanım da orada paltar reklam edir. Oy da qaçdılar. Ora səsə baxaya bir. Realı da belə itirdik dostlar. Görürsən qaçırıb nə edəcəklər, çox maraqlıdır. Royala ver, gözdən keçsin görsün nə çatışır, nə çatışmır. İlyas bəy, Royal hələ gəlməyib. Niyə? Məndən gəldi axı motosikletlə. Real yoxdur. Bu da başımıza bəla oldu. Aha zəng gəldi deyəsən. Alo, Royal hardasan? Royal deyil. Kimdir danışa? Elə bilməsən yaxşıdır kimdir. Bura bax. Sən bir balaca... Bu aktyoru kim tanıyır? Xalqın evində görmüşdüm ilk səfər bu aktyoru. Həqiqətən də çox yaşlanıb. Xalqın evindən əvvəllər nə qədər baxırdım mən. Yəqin ki baxmısınız da bilərsiniz. Tanıyan çoxdur yəni. Məşhur bir aktyordur. Nə problem? Hə, balaca problem deyəndə bilmirsən. Real abonəcə dayanıb yazıq. Real deyirəm də. Karote breloklarım məndədir. Real yazığım gəldi ya laf. Royal oğramsız? Hə, özdə tək yox. Sevəri də? Hə, ikisinə bir yerdə 100.000 pul istəyir. Oha 100.000. 100.000. The projections look good, but I'm not sure. Oh my god. Are you Kafe gedəcək, mağazin gedəcək, mağazindəki mallar falan hamısını satacaq İlyas ki Lijviyanlı Realı falan qurtarsın da. Real olması iş getmir. Ash? Hə, də elə deyirsən ki 100.000 yəni nə puldur ki? Belə hesabı ikisi bir yerdə 50 kilodur. Kilosu kim düşür də? Nə olur? Kilosu deyil. Mən Royalın səsini eşitdim. Hə, yaxşı ala. Elə ikisi ağırlığında pul eləyir 100.000 yəni. Yaxşı da bax o. Eşitdin səslərini? Ay sağ ol. Sənin bir gün vaxtın var, yaxşı? Pulu topla ver. Mən sənə deyəcəm pulu hara qoymaq lazımdır. Amma bir nəfər bilsə, sən bu şirin balaların üzünü görə bilməyəsən. Yoldu sağ ol. Real qorxuyor ödəyə yavaş-yavaş. Ötər sizə şirinlər. Bugün nasıl olub? Eşitlə. İnternetdə elan verin ki, kafe satılır. Özdə təcili. Oldu. O çaydan süzmə. Oy da kafe gedəcək. Hayf, təzə atmışdı özdə. Yazın ki, çox təcili satılır. Oldu. Kələ, hardan tanıyırsan bu qızı? onu tanıdığım günə daş düşərdi gərək. Gül kimi oğlanma nə olub ki? Gül kimi oğlansan ama dibivi solanmayıblar maalesef canım. Sən göy planetdə böyüyən deyilsən? İkisi də bəs. Bir-birlərinə söz soxurlar. Səlim cidiri səndən. Elə yazı sifət eləmə, tamam mı? Zaten sən qoyub mən getmək istəyirəm. Onlar bunu sizə verin, mən gedim. Bəs yaxşı, siz harda tanış olursunuz şirinlər? O vaxt bağçaya yarıma getmişdim Dubinko ilə. Sən? Ha. Dubinko ilə. Dubinka ilə bağçaya gediləsi şeydir. Dubinka ilə məncə gedmirsən bağçaya çox maraqlı gəlir. Orada müəllimələrə Dubinkamı əlimlə aldı, yedizdirdi, çimizdirdi də yatızdırdılar. Sən də orada yəqin müəllimə işləyərdin elə? Yox, mən orada müəllimə işləmirdim. Mən orada su filtrləri gətirmişdim satmağa. O Süni intellektlə nə düzəldiblər evi. su filtrlər əlimdən müəllimələr, sonra da çimizdirdi, yatızdırdılar. Bundan da orada tanış olmuşam. Real abi nə?
Bütün mallar maya değerinden aşağı satılır. Bak her bir şey ziyanına satılır çünkü tezili pul lazımdır ona göre. Bak her şey bak 5 manat, 6 manat, 10 manat, 40 manatlık şeyleri gelip hamısını 5 manata, 3 manata elde edebilirsiniz. Bak canlı yayında izleyenler hamısı dikkatle baksın. İlyas gördünüz necə məcbur oldu. Bütün malları satacaq. Hayf. Koyuram. Ne yazıb orada? Royal Arda'dır. Royal sabahlarım yanımızda olacak inşallah. Özünə güvənir ki, sabaha qədər hər şey satacaq. Allah bak. Royal da sabah burada olacak işinde gücünde. Məncə əlindəki iPhone da satsa tam qurtara bilər. Salam aleyküm kardeş. Bəli, kafe satılır, değerinden de aşağı satılır. Özü qəşəng film çəkiblər yəni. Çox qəşəngdir həqiqətən. Baxmamışam mən buna, biraz baxdım. Dedim ki, videoda baxıb bir dəfəlik reaksiya verərəm. Çox qəşəng, çox xoşuma gəldi həqiqətən deyirəm. Maraqlı çəkiblər, maraqlarını alındırıblar. Məsələn, Royal biraz şey çəkib, necə deyim, video falan filmdə çox danışmayıb. Çox danışsa falan qəşəng olardı yəni. Çünki Royal olanda daha maraqlı olur. Çox danışsa daha maraqlı olur məncə. Biz sabah yaxınlaşdınız ama biz bu günlərim kimsə sizdən qabaq yaxınlaşsa mən məcburam kafeni verim. Çünki çox təcili pul lazımdır ona görə dəyərindən ucuz satılır. Oldu qardaş, oldu. Royala baxan oyuncaqlarla falan oynayır, yaşayıram 50 başda. Hə. Məncə sən qayıtma İlyas yanına. Kim olmaq istəyirsən? İnsanın ürəyi böyük olsun. Royal danışana mən istilik gəl. Bu kondisioneri yandırın xanım. Kondisioneri söndürün. Deyirəm kondisioneri yandırın. Kondisioneri söndürüb şuyuram. Dava gedəcək indi. Kondisioneri söndür. Yandırın dedim. Bir dəqiqə dayanın görün. Ne baxacaqsınız siz? Burada yandır söndür, yandır söndür. Görmürsən boss, biri deyir yandır, biri deyir söndür. Biz də bilmirik nə edir. Aya. Eşitsən məni. Qəzənfərin adını metriyə vursan, sənin boyundan uzun olur. Qoydunum, yaxşı. Yığışdıraq baxsan otur. Qəzənfər özü ilə fəxr elədi bir anlıq. Yığışdırın. Kesin oturun. Düş. Yazıq da. Bura baxacaqlar. Yığışdırın. Bu arada nöqtə də balacadır amma çox cümləni bitirir. Necə dedim? Siz niyə yola getmisiniz? Əlbəttə bununla yola getməyəcəm. Dünənlər avtobusda bir xalam qucağımda oturdu. Bu xalanın qucağında oturanda niyə olur ki? Niyə qısqandın ki sən? Deyir ki, bir vedrə isti su tökdülər təpəmdən aşağı. Bir vedrə olmaz ya, bir qırışqa olar, bir vedrədə boğularsan sən. Ay. Bir bedirədə deyib baba. Qəşəng dedi amma. ki, mən uşağam, ona görə qucağımda oturdu. Hə, elə bildi. Nə tər Görmür o boyda tükləri, saqqalı görmür qucağında niyə otuzdurur ki? Bilirəm də, yəni yumor məsələlə deyil. Televizor keçirin. Yandırın. Eşitmək istəmirəm televizor. Yandırın. Mən eşitmək istəyirəm. Bir dəqiqə dayanın başım. Aya, bir dəqiqə dayanın başım. Bunlar qətiyyən yola getmir yəni. Başma düşün. Eşitmək istəyirəm. 15 min düzəltdim. Qaldı 85 minə. İlyas bunlarla necə başa çıxıb? Vallahi nə bilim. Alo. Nə yerdədir vəziyyət? Kimdir danışan? Artıq sual vermə. Deyirəm, nə yerdədir vəziyyət? Başa düşdüm. 15 min düzəltmişəm, qalanını da düzəldirəm. Bax daha sabaha qədər vaxtın var sənin. Mən o pulu düzəldəcəm. Görün, Royalı nə qədər çox istəyir ki, 100 min verəcək, yəni Royalı alacaq da. Alacaq elə bir marketdən nə salır elə deyirəm ki, nə də qurtaracaq, belə deyim. Amma olayın başından bir tükə istiyorsa, o pulu siz görməyəcəksiniz. Həqiqətən də çox istəyir yəni. İlyas Royalı çox istəyir, çünki çoxdan işləyirdilər. Bir videosuna baxmışdım. Gəlir anidən qucaqlayır, kövrəlir yəni. Çox istəyirlər bir-birlərini. Hava olsun. Royal da ki, necə deyim, Royal, biz tanıdığımız Royal, mən tanımırdım əslində. İlyas sayəsində məşhurlaşdı. Bir-birlərinə çox minnətdardırlar belə. Bir də səndən bir şey soruşum. Bu uşağın ayaq yoluna gedəndə yumaq lazımdırmı, yoxsa özü yuyuna bilir? Yox. Suala bax hala. Bu suala görə kontur xərcləməyə dəyməz də yəni. Hə, yaxşı, yaxşı. Heç nəsə qara xəbərim var. Yuyun getsin. Məcbur olub özü. Mənə çatmır, özü yuya bilmir, əli çatmır, yoxsa necə, nə bilim. Qaçdı.
O səsim var bir dənə Royal necə qışqırır. Ay düşüb falan eləyər. Dən qaqa bir sınar əli olur. O buna bax harda gizlənir. Nəysə, qaçdı, Səvər qaçdı, qaldı Royal. Royal da bir yol tapıb qaçacaq. Ay getdi, ciyərləri getdi onun. Royal səsini kəsməyə bilmir, balaca uşaq kimi ancaq qışqırır. Nəysə tapıldı da bu. Biz də harada gizlənib? Gedib otlar arasında falan gizləməkdən siz aborda alınlar. Işığı keçirin, işıq gözümə düşür. Ay bunu harada yatızdırırlar belə bunları? Normal kırvat yox idi. Işığı keçir. Əslində rahat deyir, kırvatdan rahatdır bunlar. Uşaqlıqda yadıma gəlirdi də. Məncə balaca boy olmaq pis deyil. Işığı keçir. Bunlar yeni yola gedmirlər. Axırda kulçatır xarab edəcəklər. Bərbadçılıq olacaq. Mən yolla getmək istəyirəm, pis olacaq. Mən yolla getmək istəyirəm. Qaşıq falan gətirmək yoluna getmək istəyir. Ay ya. Bu videolara hamısına baxmışam. O kinonu çəkməyiblər, yaşayıblar əmələ başdı. Aha zəng gəldi. Baxa görək nə xəbər. Alo. Ay kişicə götür bunları rədd elə sən canını. Pulun zadına lazımdır. Nə olmuşdu ki? Daha nə olasıdır ki? Sən hardasan biz gətirək. Başlarını oynat deyə Canımız qutarsın. Royal'la Səvər bunları başlarını oynaş deyə qaytarırlar. Razıyam, amma bir şərtlə. Gəlin qəşəng mallarımız. Biraz diri, bir. Gəlin qəşəng mallarımız var, keyfiyyətli, qəşəng. Gülümsəyin. Ən münasib qiymətlərə olan ayaqqabılar hər biri bizdə var. Gəlin bax. 100.000 də qaldı. Elə bunlara xərcləyəcəklər özləri. Başqa məhsul götür əlbə, başqa məhsul. Belə bir çeşid var, belə bir çeşid var burada. Buna bax. Bütündə də varmış. Bu reklamçılar da yəni iki reklamçını da Royal sayəsində tapdılar da. Royal'la Səvər sayəsində daha doğrusu. Bunlar burada oturub yayın falan açılır. Arada çıxır rəvamı TikTokda. Yenə dava eləyirlər bunlar. Görürsən nə üstünə dava eləyirlər. Səsi də çıxmır. Deyirsən müəllif hüquq falan verib. Ona görə. İntiqamı aldı, bəli. Royal artıq sevinir. İntiqamını aldı Royal. Gəl indir, buraya gəl indir. Burada bir sinə deyir. Deyir ki, kameraya yaxınlaşın, deyin ki, siz bundansınız dostlar. Bundansınız dostlar. Həqiqətən də bu videoya atanlar, bu videoya like atanlar, siz bundansınız dostlar. Təşəkkür edirəm minnət. Royalı gətirdiyi trendə baxın, siz bundansınız. Siz mənim ürəyimsiniz. Bu səsi niyə çıxmır? Film qutardı, neysə. Film qutardı dostlar. Bir videomuzun da sonuna gəldik. Ümid eləyirəm video xoşunuza gəldi. Video xoşunuza gəldiysə like atıb kanalımıza abunə olmaqdan çıxarmayın. Çalışacağım ki, bu cür çəkilən filmlərə reaksiya verim. İnşallah bəyəndiniz. Sağ olun, sevilirsiniz.